Səhər saat 8-dir, uşaqları məktəbə yola salıram və sizi yaşadığımız yaşayış kompleksi ilə tanış edəcəm. Gördüyünüz villanın və ya otelin girişi deyil, bu kompleksə daxil olan ofisin girişidir. Birinci gedirəm poçt qutusunu yoxlamağa, çünki bu Amerikada mütləqdir. Sənədləşmə ilə bağlı hər şey demək olar ki, poçt qutusuna göndərilir. Sonra isə keçirəm lizinq ofisə. Belə ofislər yaşayış komplekslərində olur və açıq olduğu müddətdə istədiyiniz qədər orada vaxt keçirdə bilərsiniz. İçəridə sakinlər üçün hər bir şərait yaradılıb. Qeyd edim ki, videoda göstərdiyim hər şey kirayənin qiymətinə daxildir. Gördüyünüz televizordan, mətbəxdən, soyuducudan, həmçinin kompüter otağından da rahat istifadə edə bilərsiniz. Bayram günləri isə yüngülvari yeyib içməklə partilərdə keçirilir. Burada isə çay və ya kofedə süzmək olar. Soyuducuda isə su, şampan və çaxırda tapmaq olar. Binanın menecerləri də bu ofisdə oturub xidmət göstərirlər. Rahat kompüterdə işləmək üçün də otaq ayrılmışdır. Gördüyünüz kimi hər yer çox təmiz və səliqəlidir. Keçirik idman zalına. İdman etmək üçün çoxlu sayda trenajor və hər bir şərait qurulmuşdur. Həyətə çıxdıqda burada da istirahət etmək üçün güşəyə rast gəlmək olar. Yaxınlaşırıq hovuza. Burada da suyu, həmçinin ətrafı tərtəmizdir. Hovuzun daxilində qonaqlarınız gəldiyi zaman parti keçirmək üçün manqal da nəzərdə tutulmuşdur. Amerikada evlər əsasən iki cür olur. Həyət evləri, hansını ki alıb yaşayırlar və bəzən kirayə verirlər. Bir də bina tipli belə kirayə verilən komplekslər. Bu binada kirayə verilən evlərin qiyməti orta və ya aşağı sayıla bilər. Yaşadığımız kompleksin daxilində göl də var, mənzərəsi isə çox gözəldir. Uşaqları da yaddan çıxartmayıblar və onlar üçün də belə bir playground ayırıblar. İnsanlar hər şeyi açıqlıqda saxlayırlar. Nəyisə unutsanız belə, günlərlə heç kim ona əl vurmayacaq. Zibil qutuları isə səliqəli şəkildə gizlədilmişdir. Hətta zibili düzgün tullamaq üçün qaydalar da qoyulmuşdur. Binaların girişləri isə açıq olur. Buna əsasən Texasda rast gəlmək olar. Məncə isti iqlimlə bağlıdır. Bina 4 mərtəbəli olduğu üçün içində lift də nəzərdə tutulmuşdur. Bu tip komplekslərdə evlərin qiyməti yerindən asılı olaraq və otaq sayından asılı olaraq $800-2000 arası dəyişə bilər.